Bugün Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 22 il ötür. Bununla əlaqədar olaraq Xocavənd rayonunun ərazisindəki Nərgiztəpə adlanan yerdə tədbir keçirilib. Tədbirdə Xocavənddə itirilənlər bir daha yada salınıb. Eyni zamanda vurğulanıb ki, bugün Xocavəndli məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Lakin onlar doğma yurt həsrəti ilə yaşayırlar və inanırlar ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq. İşğal altındakı bütün ərazilərimiz düşmən torpağından azad ediləcək. Bugün vətən həsrəti ilə yaşayan Xocavəndlilər bir nəfər kimi torpaqlarımızın yadelli işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.